Azerbaycan halkını hiç sevmem. 1. Küfürbazlardır. Kadının da erkeğin de ağzı bozuktur. 2. Eğitimsizlerdir. Dünyadan hiçbir haberleri yoktur. 3. Fakirlerdir. Dünyaya hiçbir de... Bəlkə də fəxr edəcəyimiz ən böyük bir şey xanımlarımızın və kişilərimizin mentalitetimizi ən yaxşı formada saxlamalıdır. Bu baxımdan nəinki Türkiyədən, dünyadakı bütün xalqlardan ön planda olduğumuzu düşünürəm. İkincisi, oxuma yazmaya qalsa Azərbaycan 15 yaşdan böyük bütün şəxslər 100% oranlı oxuma yazmaya sahibdir. Yəni tək-tük istisnaları çıxmaq şərti ilə. Türkiyədə isə bu rəqəm 97%-dir. Bundan başqa istər sənətdə, istər elmdə, istər mədəniyyətdə bizim dünyaya verdiyimiz töhfəni digər türk dövlətləri arasında heç kəs verməyib. Buna musiqi də daxildir, sənət də daxildir, xalçaçılıq da daxildir, miniatür sənəti də daxildir. Səs olaraq Müslüm Maqameyev, Zeynəb Xanlarova, Rəşid Behbudov, Xan Şuşinski, Üzeyir Hacıbəyov hər türdə, hər sənətdə demək olar ki, hamısından qabaqdayıq və bunu Türkiyənin böyük mütəfəkkirləri, hal-hazırki mütəfəkkirləri də təsdiq edir. Azerbaycanlı musikisinden vazgeçmez ve bilir. Sizin temeliniz daha iyi. Okuyor. Siz daha iyi okumuşsunuz. Üçüncüsü fakirliyə qalsa, Türkiyənin özünün vəziyyəti hal-hazırda ekonomik olaraq bizdən qat-qat aşağıdadır. Hər nə qədər bizdəki vəziyyət müəyyən qədər stabil olmasa da, onlardan qat-qat qabaqda olduğumuzu düşünürəm. Bundan əlavə Türkiyədəki digər şəxslərin bu qardaş kimi düşünmədiyindən adım kimi əminəm. Amma biz də özümüzü əzdirməyib olanımızı deməliyik. Çünki əzdirdikcə əziləcəyik. Bu səbəbdən heç vaxt əzdirməməliyik özümüzü. Mən belə düşünürəm ən azından. Və burada rahatlıqla deyə bilərik ki, nə yaxşı ki, Azərbaycanlıyıq.